Mərhəmətli və rəhimli Allahın adı ilə diqqətlə dinləyin. Allah Quranın Bəqərə surəsinin 8-ci ayəsində buyurur ki, insanların içərisində elələri də vardır ki, mömin olmadıkları halda Allaha inandıklarını deyirlər. Halbuki onlar Allahı deyil, özlərini aldadırlar. Yəni bu ayəyə əsasən namaz qılmayan bir insan əslində Allahın varlığına inanmır. Bildiyimiz kimi xalqımızın çox hissəsi özünə müsəlman desə də namaz qılmırlar. Son günlərdə isə birdən-birə gündəmə gələn Çevik adlı bu ateist həmən ayənin bir həqiqət olduğunu sübut etmiş oldu. Belə ki, sosial şəbəkələrdəki rəylərə əsasən sən demə xalqın çox hissəsi əslində iç dünyalarında inanmayan və inkar edənlər imiş. Elə isə mən də mənimlə razılaşmayanlara səslənərək bildirirəm ki, Allah Quranın Ənbiya surəsinin 105-ci ayəsində buyurur ki, mən Zəburdan öncə Lövh-i Məhvuzda da qeyd etmişəm ki, cənnət torpaqlarına ancaq mənim mömin bəndələrim girəcək. Həmçinin Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm Səhih Əl-Buxari kitabının 1640-cı hədisində bir mənalı olaraq bildirir ki, möminlərdən başqa heç kəs cənnətə girməyəcək. Əgər bu deyilənlər sənə çox pis təsir etdisə və sən doğrudan da inanırsansa, elə isə tövbə et və gec olmadan Rəbbinə dön.